Sağlam Radio 93 FM dinləyiciləri, hər vaxtınız xeyir olsun. Həftənin ilk günündən hər birinizə salamlayıram. Həftəniz uğurlu keçsin. Qarşıdakı bir saat ərzində Offside efirdə olacaq. Mən Günay Xəlil sizinləyəm və bugün studiyamızda mənimlə Fəxridir. Xoş gəlmisən, necəsən? Xoş gördük, xoş gördük. Təşəkkür edirəm. Siz necəsiniz? Mən də yaxşıyam, çox sağ olun. 2025-ci ilin yekunlaşmasına çox az qalıb və geriyə baxanda ümumilikdə Azərbaycana out of context bir hadisə yaşananda biz fikirləşirik ki, Azərbaycan futbolunda nə baş verdi və bunlardan biri də bir şəxsin, məşhur bir futbolçunun, Real Madridin oyuncusunun qardaşının Azərbaycanlı xanımla evlənməsidir və düşünürəm ki, bu Azərbaycan üzrə ən maraqlı hadisələrdən biri idi və həmin toyda oxuyanlardan və oradakıları məclisdə iştirak eləyənləri oynadanlardan biri də siz idiniz. Bəli, Necə bir hisslər idi? Əvvəlcə bir dinləyicilərimizə bir məlumat çatdırım. Real Madridin futbolçusu Din Heysenin qardaşı Daima Heysen Azərbaycanlı xanım Lalə Məmmədova ilə ailə həyatı qurub. Daima xoşbəxt olsunlar. Sizə təklif necə gəldi? Əslində, belə deyim, gəlinin qardaşı mənim dostumdur. Emil Məmmədov, bəli. Və elə bir hal yaşandı ki, bir məclisdə idik və söhbət əsnasında mən dedim ki, bəs bacımın toyu olacaq, bəs belə bir məsələ var falan. Biz istəyirik, yəni biz bir artıq xaricdən bir qrup çağırmışıq band olaraq. Sadəcə istəyirik ki, həm Azərbaycanlı bir müğənnimiz də olsun, həm Azərbaycan mahnıları da oxusun, milli mahnılarımızdan da ifa etsin və üstəlik demək olar ki, yəni aparsın. Elə qərara gəldik ki, onların öz aparıcıları olacaq və sadəcə hardasa yarım saatlıq mən çıxış edəcəm. Mən təbii ki, razı oldum, çünki yəni həm ticarət, həm ziyarət belə deyək. Yəni mənim atam İspaniyada yaşayır deyə, elə həmin o şəhərdə Marbelliyada oldu toy. Dedim, həm gedib atamı görərəm, həm gəzərəm. Düzdür, 2 günlük getmişdim, gəzməyə alınmadı. Çünki orada başıma bir hadisə gəlmişdi. Ona görə düzəməli gəzə bilmədim. Həm də ki, o toyu yola verdi. Əslində, inanılmaz dərəcədə maraqlı idi. Yəni, orada cürbəcür insanlar var idi. Yəni, cürbəcür dediyim, orada Jason Derulo'nun həm MC olaraq çıxış etdiyi, həm də ki, yaxın dostu olan bir qonağımız da orada var idi. Tomorrowland və Burning Man kimi böyük elektron konsertləri təşkil edən, yəni event manager kimi fəaliyyət göstərən qonaqlar da var idi. Yəni ki, həm maraqlı tanışlıqlar əmələ gəldi, həm də ki, yəni tam başqa bu hava idi. Düz söhbətdirmi ki, siz Din Heysenə Ləzginkə də oynatmısınız? Bəli, bəli, bəli. O görüntülər hələ də gəlib çıxmıyor mənə. İnanırsınız, mən də gözləyirəm, çünki orada yəni təbii ki, bizdə olduğu kimi videoqraflar var, hansı ki çəkirlər, hər şeyi montaj edirlər və söz verirlər ki, onu göndərəcəklər mənə. Bəli, rəqs eləyirdi. Ləzginkə deyəndə ki, milli rəqs eləyirdi, yəni bizim milli mahnılarımızdan rəqs edirdi. Amma düzdür, ritm biraz yüksək idi. Və maraqlı idi əslində. Yəni Din Heysen özü də, yəni Doni də, yəni onlar 3 qardaşdır. Doni, Din və Damon. Azərbaycanlı xanımlar bəlkə maraqlanırlar. Doni də evlidir, yoxsa? Onu bilmirəm. Aha. Yox, mən bildiyim qədərilə evli deyil. Və həmin ərəfədə, yəni orada o qədər xarici olmağına baxmayaraq, hər kəs milli mahnılarımızda rəqs etdi. Və bunların xoşuna gəlmişdi o. Yəni Murad Arifin Papurisini oxumuşdum. Yəni orada paylaşmışdı hamı. Yəni maraqlı keçdi. Həqiqətən maraqlı keçdi və belə deyim, mən yarım saat çıxış eləməli idim. Mən dedilər ki, sən bir yarım saatda xahiş edirəm çıxış elə, sonra bir də yarım saat çıxış elə. Çünki orada o çağırdıqları, Londondan çağırdıqları band, yəni biraz təvəzzükarlıqdan qırağa çıxacaq, amma yəni faktiki olaraq, yəni son yarım saatı onlar çıxdılar, getdilər. Yəni onları yola saldılar, çünki artıq o vibe deyil idi. Və mən çıxdım səhnəyə, dedim ki, okey, necəsə bu söhbətdən çıxmalıyıq. Və orada yəni başladı xaricidən tutmuş, təzədən keçdi milliyə. Yəni ki, demək olar ki, bütün milli mahnılarla dolmuşdu. Bəs təəssüratları necə oldu qonaqların?
Azərbaycan mədəniyyətini, musiqisini, reaksiyalar necə oldu? Çox gözəl reaksiya olmuşdu. Həqiqətən, yəni onlar belə deyim, özünüz də bilirsiniz ki, İspaniya daha çox ərəb musiqisinə bağlıdır axı. Çünki son xalifatdan çıxan ölkə olaraq olub. Ona görə də onların müəyyən bir milizmləri Azərbaycan milizmlərinə çox oxşuyur. Çünki bizdə musiqi hardan gəlib? Farsdan, ərəbdən gəlib. Və ona görə də onlar musiqi duyumu bizim musiqiyə daha uyğundur. Daha yaxındır. Və yəni 6-8 ritmdəki, yəni əslində çox janrlarda, çox stillərdə işlədilən bir ritmdir. Və ona görə də istər-istəməz onlar artıq necə hərəkət eləmələrini bilirlər və yəni həqiqətən o lor dilində deyilsə damara işləyən bir musiqi olub və ona görə də deyirəm, bütün toy heç kəs tanspoldan çıxmadı. Hər kəs rəqs edirdi. Fərqi yoxdur, yaşlısı olsun, cavanı olsun, Azərbaycanlısı olsun, xarici olsun. Yəni orada cürbəcür ölkələrdən var idi. Hollandiyadan var idi, İspaniyadan var idi, Argentinadan var idi, Portuqaliyadan var idi, nə bilim Amerikadan gələn belə var idi. Ona görə də yəni hər cür millət, istədiyiniz millət var idi və hər kəs də rəqs edirdi. Din heysəndə bilmirəm söhbətiniz oldu yoxsa yox, şəkil çəkdirmişdiniz. Bəs onun bir qulağına pıçıldayıb demədiniz ki, mən özüm də futbol oynayıram arada. Yox, yəni orada o variant yaranmadı, amma Emil tanış eləyəndə, yəni hələ toydan qabaq biz dedik ki, yəni vaxt olsa, əgər mən burada biraz da qalsam və yaxud bir də gəlsəm, bir gün bir oyun təşkil edəcəyik. Belə bir söhbət də var ki, eşitmişdim, Bakıya gətirəcəklər heysəni. Ola bilsin, bəli, danışıqlar gedir. Sadəcə indi Çempionlar Liqası gedir deyə biraz çətin bir məqamda, amma bəli, gələcəklər. Yəni ailəlicə də gəlmək istəyirlər. Cini Emil özü də gətirmək istəyir bura və təbii ki, gətirən kimi ilk növbədə mən də öz səhifəmdə belə paylaşımlar eləyəcəm. Bu sizin karyeranızda ən maraqlı bir toy əhvalatı, hadisəsi oldumu din heysənin və yaxud da başqa bir maraqlı bir hadisə də yaşanıbmı ki, bunu lap kölgədə qoyardı? Əslində yox, yaşanmayıb. Vallahi ən belə biz tez qərar verilib və maraqlı məqamlarla dolu bir toy olub bu. Ona görə də ən yadda qalan toy bu olub. Mən bir xatirəmi bölüşəcəm, əhvalatı bölüşəcəm. Bu yaxınlarda bir toy mərasimində idim. Mərasimin gedişatında tamada toy sahibləri bir ortaya quzu əti gətirdilər. Quzudur, lakin ətdən hazırlanıb və görünüşcə biraz qorxunc formada idi əslində. Çünki elə bil dərisini soyublar. Bəli, dərisini soyublar sanki. Tamada dedi ki, bəy yaxınlaşsın, gəlin yaxınlaşsın, bir tikə kababdan yesinlər. Çəngəllə bir-birlərinin ağızlarına qoysunlar, kabab ətini yesinlər. Gəlin şoka düşmüşdü. Bunun səbəbi o deyildi ki, o dərsi soyulmuş quzu əti, qoyun əti kimi orada dayanmışdı. Gəlin vegetariandır. Və Azərbaycanda ilk dəfə olub ki, bir vegetarian gəlinə quzu əti, qoyun əti yedizdirməyə çalışıblar. Gəlin şokdadır. Gəlib yaxınlaşıb, lakin sonda danışdılar. Anası da orada baxır kənardan, deyir ki, mən yəni 25 ildir bu qıza ət yedizdirə bilməmişəm. Yedi sonda? Yox, yoldaşına yedizdirdi həmin quzu ətini. Yəni bu söhbətin yanında mənim heç nədir. Yəqin ki, bir qarşılaşma olar və Azərbaycanda fikirləşirəm ki, ən maraqlı toy əhvalatı əgər din heysənin qardaşının Azərbaycanlı xanımla evlənməsi isə digərdə Azərbaycanda toyda vegetarian qadına ət yedizdirmələri ola bilərdi. Elcan Rəsul oradan fırlanır. Biz reklam və musiqi fasiləsinə ayrılıq. Daha sonra verilişimizə qaldığı yerdən davam edəcəyik. Dalğan dəyişməyin. Musiqi ilə məşğul olsanız belə idmandan da kənarda qalmırsınız. Buna futbolu da aid eləmək olar, basketbolu da yenilikcə əlavə eləmək olar. Nə baş verir bu musiqiçilər, məşhur Azərbaycanın şəxsləri, simaları futbolla məşğul olurlar. Azərbaycan Media Liqasındadılar. Orada işlər necə gedir? Belə deyim, əslində idman hər bir sənətçinin olmazsa olmazı olmalıdır. Biraz qəribə cümlə oldu amma yəni çünki İstər-istəməz, yəni səhnə alanda, oxuyanda sənə enerji lazımdır, sənə güc lazımdır, sənə dözümlülük lazımdır. Sən gərək sağlam olasan ki,
səhnədə də yəni rahat işini görə biləsən. Əslində yəni mən uşaqlıqdan idmandayam. 5 yaşımdan mənim elə bir asmam var idi və evdəkilər mənə idman verdilər ki, heç olmasa ciyərləri biraz inkişaf olunsun ki, o problem get-gedə irəliyə getməsin. 5 yaşında mən üzgüçülüyü ilə məşğul olmağa başladım. 5 il məşğul oldum. Müəyyən səbəblərdən sonra çıxdım oradan. Hətta mənim uşaqlıqda belə rekordum suyun altında 3 dəqiqə 10 saniyə qalmağım idi. Yəni mən rahat 25 metrəni suyun altında üzürdüm. Sonra mən judo ilə məşğul olmağa başladım. Bakı birincisi oldum. Oradan da müəyyən səbəblərdən çıxdım və müəyyən vaxtda judo ilə paralel basketbol da getmək qərarına gəldim. İdman o zaman musiqidən daha öncə başlayıb? İdman həmişə var idi, bəli. Musiqi ömür boyu qəlbimdə idi. İdman faktiki olaraq var idi. Və professional şəkildə mən basketbolçu olmuşam. Bəli, mən Maccabi klubunda oynamışam. Maccabi Erbil İsrailin basketbol klubudur və Maccabi Haifa var idi və s. Bizdə Maccabi Haifa'nın Bakı filialı idi. Yəni burada belə kiçik bir klub yaratmışdılar. Mən orada oynayırdım. 6 il mən orada oynadım. Biz yenə də Bakı birincisi olduq. Çempion hansı illərdə olub bu? 2011 idi. Çünki mən onda məktəbi qurtardım. Biz hər il qatılırdıq. Sadəcə olaraq 2011-də biz çempion olduq. Və onda mən artıq universitetə qəbul oldum Rusiyaya. Mən Rusiyada təhsil almışam. Həm bakalavr, həm magistr. Yəni əslində mənim təhsilim beynəlxalq hüquq üzrədir. Və onda mən basketbolu dayandırdım. Çıxdım klubdan, getdim xaricə, yəni Rusiyaya təhsil almağa. Amma futbol elə bir həyatımda bir rol oynadı ki, o daim var idi. Yəni məhəllədə futbol oynayırdıq. Nə bilim universitetdə bizdə ərazidə futbol meydançası var idi. Tələbələr yığılıb oynayırdıq. Çünki biz yataqxanada qaldığımızda elə universitetin ərazisində qalırdıq. Elə düşürdük yataqxanada bütün hamısı istədiyiniz millət var idi da yəni. Ona hamı yığılırdı bir meydançaya, komandalara bölünürdü, futbol oynayırdıq. Futbol baxmağa belə yəni gedirdi, yığışırdıq, hamımız bir yerdə baxırdıq. Və belə yəni həmişə bədən tonusda qalsın deyə həftədə 2 dəfə futboldur, həftədə bir dəfə basketboldur. Oyunlar keçirilir. Hansı komandadasınız və mövsümün sonunda çempion olaraq görə biləcəyikmi? İnşallah baxaq görək nə baş verir. Çünki yəni komandalar çoxdur. Sırf basketbol media liqasında komandalar çoxdur. İndi keçid alaq futbol media liqasına. Futbol media liqasında biz keçən sezon çempion olduq. Bu sezon biz təəssüf ki məğlub olduq. Penaltidə bir qol fərqi ilə biz uduzduq. Amma heç nə olmaz. Çempionluğu sadəcə başqa bir komandaya ötürdük. Qoy biraz onlar da Qurban Qurbanov demiş, birinci yer ancaq bir nəfər üçün, bir komanda üçün deyil. Təbii ki. Yəni onsuz da keçən sezon biz çempion olduq Hunger Game komandası olaraq. Sadəcə adımız dəyişdi olduq kəlmə-kəlməyə komandası və bu sezon biz finala kimi çatdıq. Finalda sadəcə axırda hesab bərabər olub penaltiyə keçəndə bir qol fərqi ilə biz qalib gələ bilmədik. Amma heyfslənmirik çünki bu media liqadır və bizim əsas məqsədimiz qalib gəlmək deyil. Bizim əsas məqsədimiz Azərbaycanda futbolu və sağlam həyatı təbliğ edib, yəni və Azərbaycandakı idmanı inkişaf elətdirməkdir. Və ona görə də yəni biz qalib məğlub olduğumuz komandalar belə, ya komanda belə və başqaları belə sadəcə bizim həmkarlarımızdır, bizim dostlarımızdır və bu biz yəni eynən sevindik onların qalibiyyətinə, necə ki bizim qalibiyyətimizə sevinmişdilər. Çünki hər kəs bir şey üçün, bir məqsədlə oynayır. Təbliğ eləmək. Sağlam həyatı təbliğ eləmək, idmanı təbliğ eləmək, dostluğu təbliğ eləmək. Çünki gördünüz, orada müğənni var idi, nə bilim, aparıcı var idi, aktyor var idi, model var idi, köhnə futbolçular var idi. Orada hər hansı istədiyiniz və ya sadaladığınız peşə sahibi var idi. Rəqabət var, amma eyni zamanda da əyləncə rəqabət var və düşmənçilik buna daha çox bəli, dad verən budur. Adekvat rəqabət.
Ona görə də yəni bizim üçün bu media liqa çox maraqlı keçirdi. Mən az öncə qeyd elədim, toyda başınıza gələn bir maraqlı əhvalat olubmu? Bəs media liqasında necə? Hər hansı bir maraqlı hadisə yadınıza düşürmü? O maraqlı bir hadisə, yəni hadisə də deməyim, orada bir zarafatımız var idi ki, bizim komandada, yəni çoxu elə çimən qarşı biz kökəlmişdik də. Yəni hamı kökü idi və qarınlı idi. Və yəni o birisi komandaya nisbətən, yəni orada bir yəni həqiqətən formada, bədənli insan, yəni oyunçular var idi. Və yəni Finalı nəzərdə tutursunuz? Ümumi keçən sezon. Aha. Yəni və biz yəni oyun başlayan kimi, yəni hamı bizə baxırdı ki, yox bu komanda yəni keçə bilməz axı, o da bilməz axı. Və başa düşürsüz, yəni axırda finalda biz qalib gələndə o çempionu kubokun qaldıranda biz dedik ki, ya, o boyda qarnını kişi bütün idmançıları yəni sürüdü də yəni. Maraqlı o idi. Amma mənim üçün yəni ən belə yadda qalan o bir məqam var idi. O hətta bizdə videolarda var. Instagramda yəni baxa bilərsiniz. Təsəvvür eləyin ki, mənə pas verirlər, mən pası ötürürəm və mənə pas geri qayıtmalıdır. O pas geri qayıdır. Sadəcə mən o qədər fikrimi topa cəmləşdirib qabağımı görməmişəm ki, Alfonso'nu tanıyırsınız da, Azərbaycan boksçusu. O elə sürətlə biz bir-birimizə girdiydi. O da yəni maşallah fiziki olaraq çox güclüdür. Mənə elə bir girdi ki, dirsəyə dəydi düz boğazıma və yəni o birisi dirsəyə də dəydi mənim sinəmə. Və mən yəni həqiqətən uçdum arxaya. Bu artıq boks zərbəsidir. Qaldım belə, yəni bilmirəm yəni necə durum da, nəfəsim kəsilib, bilmirəm nə baş verib də. Yaxşı ki, heç ringdə qarşılaşmamısınız, futbol meydançasındasınız. Yox, inanmıram ki, yəni yəni futbol meydançasında, yəni ringdə mən heç ondan çıxmaram. Yəni həyatımda bezməmişəm. Çünki o həqiqətən çox yəni peşəkar və çox istedadlı bir idmançıdır. Yəni necə ki o məndən səhnəni bölüşə bilməz, eyni də yəni mən onları bölüşə bilmərəm. Amma yəni o futbolda o həmin məqam, yəni mən elə o dünyanı gördüm, gəldim. Çünki o həqiqətən mən sürətlə qaçıram və o sürətlə qaçır. O mənə fikir vermir, mən ona fikir vermirəm. Biz toqquşuruq. Yəni o şok idi mənim üçün. Media liqasında futbolçular arasında peşəkar futbolçular da bəzən iştirak edirlər. Aralarında eləsi varmı ki, onlar mahnı oxuya bilsinlər? Yəni o barədə heç bir məlumatım yoxdur həqiqətən. Elə isə onda keçək Azərbaycan Basketbol Media Liqasına. Yenicə yaranır, təzə yaranır, fəaliyyətə başlayacaq. Orada da çox maraqlıdır. Yəni yenə qeyd elədiyim kimi basketbol mənim yəni həyatımın bir müəyyən illəri idi və mən basketbolu çox sevirəm. Ona görə də mənə bir təklif gələndə ki, Basketbol Media Liqası yaranır, məni yəni 100% adımı yaz. Sizin mövqeyiniz nədir? Belə deyə razvazyaşi deyirlər ona. Razvazyaşi mən Azərbaycanda necə deyim? Yəni oyun qurucu, bəli. Yəni əsas çünki mənim boyum o qədər də hündür deyil ki, mən səbətin altında dayanım. Ona görə də daha çox ilk oyunun başlanmasını mən başlayıram. Çox maraqlı olacaq, komandaların sayı çoxdur. Təqribi yanvar-fevral aylarında nəzərdə tutulub, amma indi artıq bir aydır məşqlər başlayıb. Yəni bunu Azərbaycan Basketbol Federasiyası və başda bizim tanıdığımız bloger Ruslan Aslanov, yəni həm də qurucularından biridir bu media liqanın. Yəni əsas qurucularından biridir. Azərbaycan basketbolu, ümumiyyətlə Basketbol Federasiyası son illərdə yenidən yarandı. Basketbolumuz da bir uzun müddətli fasilədən sonra yenidən dirçəlməyə çalışır. Əvvəlki illərdə basketbolla peşəkar şəkildə də məşğul olmusunuz. İşdə birdən hansısa idman növü, elə basketbolu bura qoyaq, basketbolu seçib musiqini kənara qoya bilərdinizmi? Elə bir seçim edərdinizmi nə vaxtsa? Xeyr. Məncə musiqi mənim ən böyük risk edib qərar aldığım bir sənətdir və onu mən yəni dərk eləyib sağlam bir addım atıb belə deyə o yola baş qoymuşam da, belə loru dilində desək. Çünki musiqi mənim ömür boyu yəni içimdə idi. Musiqi mənim arzum idi. Və uşaqlıqdan bəri mən onu istəyirdim. Sadəcə mən özümdə o
özgüvəni və inamı doldurub tapa bilmirdim ki, hə, risk eləyərsən və alınar səndə. Və o pandemiya müddətində o baş verdi ki, mən deyirəm, yəni həyat çox qısadır. Ona görə də yəni arzunu sonraya qoymaq ən mənasız bir şey olardı. 2026-cı il gəlir. Bu il üçün karyeranızda bir planlarınız varmı? Nə düşünürsüz? Nəyə reallaşdırmaq istəyirsiniz? Çox şey. Yeni bir mahnı görəcəyik. 2026-cı il mənim üçün mən demişəm Papa Carla misalı olacaq. Çünki mən özümə söz verdim ki, mən çox şeyi dəyişəcəm həyatımda. Yəni hər şey, diyet olsun, rejim olsun, idman olsun, disiplin olsun, işlərim olsun. Yəni mən bir müddət belə deyək, yoxa çıxdım, biraz özümü toparlamaq lazım idi, biraz düşünmək lazım idi. Düzdür, təbii ki, fəaliyyətdən dayanmırdı. Sadəcə hər bir belə incəsənət insanların həyatında bəzən elə bir vaxt, elə bir məqamlar baş verir ki, özünə qapanırsan, çəkilirsən. Qapanırsan və başa düşməlisən ki, nə etmək lazımdır. 2026-cı il təbii ki, mahnılar, yeni mahnılar olacaq, yeni kliplər olacaq. Təbii ki, yeni layihələr olacaq, yeni işlər olacaq. Necə bir janrda musiqi gözləməliyik? Hər cür janr gözləyin. Bizi ağladacaqmı? Bizi sevindirəcəkmi? Hər cür janr gözləyin. Çünki yəni belə deyim, mənim fikrimdə olduğu və müəyyən mahnılar var ki, yəni onlar hazırlanır da. Orada cürbəcürləri var. Yəni belə deyim, mənə bir təklif gəlib, bir DJ ilə işlədim, hansı ki, elektron musiqi cəhətdən yeni bir pilləyə qalxır. Tomorrowland kimi, Burning Man kimi bir səviyyəyə. Və onun mahnılarından birini, o xarici bir DJ-dir. Mahnılarının birində mən səsləndirmişəm. Yerli müəyyən DJ-lər var ki, yəni də elektron musiqidə mən orada yəni oxuyacağam, mahnını səsləndirəcəm. Öz mahnılarım olacaq, hansı ki, tam başqa bir janrda olacaq. Və yəni bu il mənim üçün çox eksperimental bir il olacaq. Çünki cürbəcür mahnılar buraxıb baxacağam, kütlə daha çox nəyi sevir. Öz stilimi, öz imzamı dəyişmədən, pozmadan daha çox hansı insanlar mənə yaraşdırırlar, belə deyim. Avroviziya səhnəsi çox böyükdür yeni bir musiqiçi üçün. Oradan iştirak eləyərək bu sizə nə qatdı? İndiki karyeranızda da. Avroviziya mənə çox şey qatdı. Yaxşı şey də qatdı, pis şey də qatdı. Pozitiv bir tərəfi də oldu, neqativ bir tərəfi də oldu. Yəni mən gizlətməyəcəm. Çox şeyin üzərində çalışmaq gərəyi olduğunu göstərdi. Çox şeydə müəyyən haqsızlıqların olduğu da, yəni belə deyim, ümumi olaraq istəyir kütlə olsun və yaxud başqa bir şey, rəylər olsun və s. Yəni o cəhətdən də mənə yəni müəyyən bir qatqılar oldu, belə deyim, düz deyirsiniz. Və böyük bir təcrübə qazandım ki, nəyi eləmək olar, nəyi eləmək olmaz, nəyi demək olar, nəyi demək olmaz, nəyə ehtiyac var eşitməyə, yəni deməyə, nəyi sussan daha yaxşıdır, öz yoluna baxsan, heç kəsə qarışmasan daha yaxşıdır. Və qərara gəldim ki, yəni çox böyük bir dəyişikliklər oldu Avroviziya sayəsində. Konsert səhnəsində iştirak eləməyiniz və Avroviziya səhnəsində iştirak eləməyiniz, bunlar arasında bir hansı fərqlərin olduğunu qeyd eləyərdiniz? Avroviziya daha çox öhdəlik tələb eləyir və orada tam başqa bir ab-hava var. Konsert və yaxud hər hansı bir başqa bir tədbir, ora tam başqa bir ab-havadır. Yəni bu müqayisə olunmaz bir şeydir. Deyəcəksiniz ki, yəni o da səhnədir, bu da səhnədir. Yox. O elə deyil. Çünki burada sən ölkəni təmsil edirsən və burada öhdəlik çoxdur. Orada sən sadəcə özünü təmsil edirsən. Yəni tədbirlərdə, konsertlərdə. Konsert dediyim mənim məsələn öz konsertim olub, yəni balaca mini konsertim olub. Yəni təbii ki, orada yəni həyəcanlanmışam, amma başa düşmüşəm ki, bu mənəm. Bu mənim şəxsi solo konsertimdir. Və mən burada necə də oxusam, necə yəni özümü aparsam belə, bu təbiidir.
Amma yəni reqlament yoxdur. Amma Avroviziyada reqlament var. Və orada istər-istəməz sən müəyyən bir protokola əsasən hərəkət etməlisən. Orada tam başqa bir öhdəlik var, çünki sən ölkəvi təmsil edirsən. Və ora daha çətindir. Sizə elə gəlirmi ki, Avroviziyada iştirak eləmək bir musiqiçini ya irəli aparır, ya da bir ömür boyu bir üzərində ləqəb kimi qoyur ki, Avroviziya təmsilçimizdir. Bu isə Mən elə onun tam fərqinə varmamışam. Yəni siz dediyiniz sualı mən özümə də vermişəm ki, görəsən bu damğadır, yoxsa həqiqətən də böyük bir plusdur. Çünki məsələn mən İspaniyaya gedəndə Cinhöysün qardaşının toyuna, orada artıq toy bitib, avtopatidir, hər kəs, yəni keçmişi başqa bir zala, hər kəs deyib gülür, danışır. Mən də onlarla bir yerdə, onlar mənə dedilər ki, sən başa düşürsən, sən Avroviziyada olmusan. Yəni onlar üçün Avroviziya pikdir. Amerikalılar Avroviziyaya maraq göstərəndə biraz onları qınayırıq ki, Avroviziya musiqi müsabiqəsinin dəyərini biz Avropadakılar və bura Rusiyanı da qatıram, Qafqaz ölkələri kimi bu qədər dəyərini anlamırlar. Düzdür, indi Avstraliyada bir uzun müddətli qoşulub. Amerikaya Avroviziya lazım deyil axı. Amerikanın, yəni Avropanın belə Bəzən bir parçası olmaq istəyirlər, mənə elə gəlir ki. Amerika Netflixdə də Avroviziya musiqi müsabiqəsi ilə bağlı bəzi filmlər, seriallar çıxarılmışdı. Maraq göstərməyə başlayırlar, amma o həyəcanını əsl heç vaxt anlaya bilməzlər biz Avropalılar. Netflix biraz başqadır. Mən Netflix, yəni həqiqətən yəni Netflixin filmlərini və seriallarını izləyən biriyəm və Netflix tam başqadır. Netflix sadəcə Amerika deyil ki. Netflix ümumi dünyanın əhatə eləyir. Yəni və orada mən sizə ətraf deyim, o daha çox Koreyada nəinki Amerikadır. Və ona görə də Netflix, yəni Netflixdə bildiyiniz kimi Azərbaycan mahnıları da keçib. Yəni sadəcə onlar hər tərəfli kütləni cəlb eləmək istəyirlər. O ki qaldı Amerikaya, siz başa düşürsünüz, Amerikanın o musiqi industriyası belə deyək, bu Amerikadır. Üstündən bir 3-5 il sonra Avropadır. Üstündən də bir 3-5 il sonra Rusiyadır. Sonra Türkiyədir, sonra da Azərbaycandır, başa düşürsünüz? Yəni mən stil cəhətdən danışıram. Ona görə də yəni Amerikanın Avropaya yox, Avropa Amerikanı istəyə bilər. İspaniyadakı həmin o əhvalata yenidən qayıtmaq istəyərdim ki, bəs onların reaksiyaları necə oldu ki, Avroviziya təmsilçisi bizim qardaşımızın və yaxud da oğlumuzun toy mərasimində iştirak edir. Çox maraqlı idi. Elə onu deyirdim ki, biz artıq sonra bir yerdə oturanda, söhbət eləyəndə onlar gəldi dedilər ki, sən Avroviziyada olmusan, biz bilmirdik. Yəni elə alındı ki, sonradan bunlar başa düşdülər ki, Avroviziya çünki aparıcı biraz düz, yəni təqdim eləməmişdi. Yəni məni sadəcə dost, yəni gəlinin qardaşının dostu kimi təqdim elədi. Sonradan ikinci artıq üçüncü dəfə çıxış eləyəndə dedilər ki, Avroviziya və mən yəni səhnə aldığıma görə onların söhbət ilə ünsiyyətli deyildim. Və ona qəbul ki, sən başa düşürsən Avroviziya, yəni bizim üçün Avroviziya. Mən başa düşdüm ki, bunlar üçün Avroviziya pikdir. Və bunlar mənə bir sual verir, bəs sən nə əcəbdir, heç bir yerdə yoxsan. Yəni Avroviziyadır bu, yəni o Avroviziyadan sonra sən partlatmalıydın. Yəni ki, bunu 2026-cı ildə görəcəyik. İnşallah. Yəni deyirəm, orada müəyyən səbəblər var idi mənim yoxa çıxmağımın. Bəlkə də öz səbəblərim belə var idi. Hardasa mənim müəyyən bir işlərim var idi ki, mən özümə o qədər vaxt ayıra bilmədim musiqimə. Bəlkə də o refresh olmalıydım da və indi 26-cı il mənim üçün çox gözəl bir il olacağı hissi verir. Ümid edirəm ki, el olar 2026-cı ilə necə başlayacaqsa, o il bizim üçün elə keçəcək. Nə qədər ümidli olsaq, mən düşünmürəm ki, çox ümid eləmək nəyinsə qabağını alacaq və plan qurmaq təbii ki, təkcə ümidlə də bir şey olmur. Ümid edirəm ki, sizə də və 2026-cı ildə 26-cı il bütün xalqımız üçün, Azərbaycan üçün, hamımız üçün uğurlu bir il olsun. Təşəkkürlər bugün gəldiyiniz üçün, bizim qonağımız olduğunuz üçün. Maraqlı söhbət idi. Düşünürəm ki, sizin mənə elə gəlir ki,
görmədiyi, insanların görmədiyi tərəfini bilmiş oldular, danışmış Ola bilər. oldunuz. Hələ bağışın sözünüzü kəsirəm. Hələ maraqlı bir məqam da yadımdan çıxdı deyim. İyun ayında Media Liqa baş tutacaq, amma bu bizim o Media Liqa deyil. Bu dünya çempionatı olacaq. Və Moskvada keçiriləcək və mən Azərbaycan millisinin adından, yəni art futbol deyirlər ona, incəsənət xadimlərinin arasında dünya çempionatı olacaq. Və mən Azərbaycan millisinin sastavında gedəcəm ora. Ona görə orada maraqlı simalar var təbii ki, maraqlı və tanınmış simalardır. Və biz orada yəni futbol oynayacağıq və o dünyanın yəni çox ölkələri orada o yarışda olacaq. Ümidvar, hətta martda belə biz Türkiyə ilə qardaşlıq oyunu olacaq. Bu dünya çempionatının məqsədi kimsəsiz uşaqlara yardım məqsədi ilə yaradılmış bir çempionat. Yəni orada qazanılan bütün pullar gedəcək kimsəsiz uşaqlara. Artıq türklər də, yəni Erkan Koçak o Çukur serialından Vartoli, o da belə gəlmişdi bu yaxınlarda Azərbaycana. Biz hamımız getdik. Deniz Cem də gəlmişdi. Getmişdi uşaqlar evinə, yəni onlara toplar hədiyyə elədik falan və bu çox artıq böyük, iri miqyaslı bir yarış olacaq. Yəni futbolumuz hələ də davam edir. Çox maraqlı bir tədbir olacaq. Diqqətimizdə olacaq. Təşəkkürlər bu gün gəldiyiniz üçün, maraqlı söhbətiniz üçün. Sizə 2026-cı ildə uğurlar arzulayıram. Hər kəsə. Bir saat ərzində Əfsaydı dinlədiniz. Sizinlə sabaha qədər sağollaşam. Sabah saat 3-də Əfsayda düşməyi unutmayın. Hələlik özünüzdən müğayyiq qalın.